Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 9 mart 2026-cı il tarixində keçirilmiş 11-ci sinif buraxılış imtahanlarının nəticələrini elan etmişdik və indi isə necə imtahan nəticələrə baxmaq lazım olduğunu göstərəcəm. İlk öncə Google axtarış sisteminə daxil oluruq və burada axtarış yerinə Dimqovaz yazaraq baxa bilərik biz və Dövlət İmtahan Mərkəzinin saytına daxil oluruq. Və ekranda görürsünüz yazır yekun attestasiya, yəni imtahan nəticələri 9 mart üzərindən vururuq. Və burada bizdən 8 rəqəmli iş nömrəsi soruşur. Həmin bu iş nömrəsi indi harda olur onu göstərim. Siz 9 mart tarixində imtahanı iştirak edən zaman imtahan buraxılış vərəqəsi aparmışdınız. Həmin buraxılış vərəqəsində burada görürsünüz bu hissədə iş nömrəsi yazır. Həmin bu 8 rəqəmli iş nömrəsi sizin nəticələrinizə baxmağa kömək edəcək. İndi biz həmin iş nömrəsini müvafiqxanaya daxil edək. Və indi biz iş nömrəmizi burada daxil edək. Və daha sonra növbəti xanasını sıxırıq. Və burada bizdən şəxsi vəsiqəsinin belə deyək, nömrəsini və yaxud da fin kodunu istəyir, onu da sizə göstərim. Siz öz vəsiqənizin üzərində burada görürsünüz AA ilə başlayan vəsiqənin nömrəsi var. Bunu yaxud da ki, fin kodunuzu buradan daxil edə bilərsiniz. İndi biz vəsiqəmizin nömrəsini daxil edək. Və daha sonra burada yazılmış kodları olduğu kimi daxil edirik. Və daxil düyməsini sıxırıq. Və siz də bu şəkildə öz nəticənizə baxa bilərsiniz və eyni zamanda burada hər bir fənn üzrə topladığınız bal da yazıbdır. Və burada görürsünüz ümumi bal 166.3 bal sizin artıq topladığınız ümumi baldır və burada da hər bir fənn üzrə siz meyara baxa bilərsiniz. Həmçinin hansı sualları yazmışsınız ona da baxa bilərsiniz. Məsələn, burada cavab vərəqinin ön üzünün qrafik təsviri, məsələn, 3-cü vərəq. Onun üzərindən vuraraq siz buradan da nələri yazdığınıza baxa bilərsiniz. Bundan başqa, məsələn, ana dili üzrə, azbın dili üzrə belə deyək, meyarlara baxa bilərsiniz ki, hansı sualın meyarı hansıdır və buradan qiymətləndirməyə də baxa bilərsiniz. Əgər hər hansı bir narazılığınız olsa, siz DİM-in apellyasiyasında iştirak edə bilərsiniz. İndi onu da sizə göstərim. Nəticələrdən narazı qalan şəxslər, sualların səhv yoxlandığını düşünən şəxslər, yəni ki, hansı ətraflı suallar ki var, onlardan narazı qalmışsınız. 22 aprel tarixində DİM-in saytında olan apellyasiya müraciət edə bilərsiniz. Bu şəkildə siz artıq nəticələrinizə baxaraq apellyasiya müraciət etmək şansınız var. Hər birinizə uğurlar arzu edirəm. 15 mart tarixində imtahan verən şəxslərin nəticəsi isə təxminən bir həftə sonra elan olunması gözlənilir. Hər bir abituriyentə uğurlar arzu edirəm.